Birinci kursdan iş həyatına, başlayıb 2 il demək olar ki, pulsuz çalışıb. Biz adətən, pulsuz çalışmağa niyə razılaşırıq? Gələcəyimiz, karyeramızın gələcəyi yaxşı olsun deyə. O artıq bu gün o gələcəyi yaşayır. Artıq üzərindən illər keçib. Bəs bu gələcək, belə deyək, o 2 il, pulsuz çalışdığı, əziyyətin, gözləntinin, qarşılığını verirmi? Bundan da danışacağıq. Qonağımız Peyriv Ödəniş Təşkilatının həm təsisçisi, keçmiş icraçı direktoru və hazırki müşaviri Türkan Fərzəliyevadır. Xoş gördük Türkan xanım. Xoş gördük Yəqin xanım. Çox sağ olun dəvət üçün. Biz əvvəldə qeyd etdiyim nüanslardan da danışacağıq. Çünki bir çox insan düşünür ki, yəni dəyməz ödənişsiz işləməyə, mütləq ki, əməyinin qarşılığını elə ilk dönəmlərdən almalısan. Bunu biraz ortalarda danışarıq, amma istəyərdim ümumiyyətlə birinci kursdan işləməyə qərar verməyinizdən. Çünki başqa sahə üzrə təhsil alırsınız, amma deyirsiniz ki, marketinqə keçəcəm və bunun üçün də mütləq bu sahədə işləmək lazım olduğunu düşünürsünüz və birinci kursdan işləyirsiniz. İlk işinizi tapmağınız necə olmuşdu? Yəni siz tam qərar verdiniz ki, mən birinci kursdan işləməliyəm və iş tapdınız, yoxsa iş sizi tapdı deyə başladınız işləməyə? Çox maraqlıdır əslində. Heç vaxt bu mövzuya toxunmamışam. Ona görə belə bir başlanğıc olması da mənə maraqlı gəldi. Gedim 2009-cu ilə mən o vaxt Azərbaycan Dövlət Neft Akademiyası idi, indi dəyişib adı. Mən oxuduğum illərdə bəli mənim fakültəm istehsalat proseslərinin avtomatlaşdırılması idi və ixtisasım informasiya texnologiyaları və sistemlərin mühəndisliyi idi. Ancaq mən biraz elə 2009-cu illərdən başlayaraq və ondan əvvəlki illərdən bir çox gənclər təşkilatına qoşulurdum. Bunlardan biri AJ Bakı idi və AJ Bakıda olanda da mən artıq görürdüm orada hər kəs işləyir, həm universitetə gedirlər, həm aktiv sosial məsuliyyət içərikli olan bir layihələrdə iştirak edirlər. Ona görə mənə çox maraqlı gəlirdi və əlbəttə əvvəldən də inanırdım ki, onsuz da müəyyən bir karyeraya sahib olmaq üçün təcrübəyə ehtiyac var. Çünki bizdən o illərdə ən çox tələb olunan təcrübə idi. Yəni daha öncə təcrübəniz varmı, iş çalışmısınızmı? Hansısa bir işə də getsək bunu bizdən tələb eləyəcəkdilər. Ona görə mən təcrübə yığmağa və ödənişsiz əsaslarla işlənməyə, amma bunun müqabilində həm əlaqələr qurmağa, həm də təcrübə yığmağa daha çox üstünlük vermişdim. Ona görə həm təşkilatlardan əldə etdiyim əlaqələr var idi. Elə bir yəni işlərə başlamışdım artıq. Sözün düzü birinci işim hansı idi, onu çox çətinliklə xatırlayıram. Çünki eyni anda çox bir işlərlə məşğul idim. Həm dərsə gedirdim, qiymətlərim çox yaxşı idi bu arada. Eyni zamanda könüllü prinsiplərlə biz xeyriyyə təşkilatlarındaydıq, dəstək olurduq. Uşaqlar evinə, qocalar evinə də gedirdik. Bu hətta mənim bacım biraz mənə orada da kömək olmuşdu. Əslində o məndən böyük idi. Mən də həmişə düşürdüm onun arxasına və gedirdim. Biraz onun da rolu var əslində bunda. Amma yəqin ki, elə birinci başladığım VR texnologiyalarla bağlı olan bir iş idi, iş sahəsi idi. 2009-cu il idi bu. Təxminən bir 4 şirkətdə 2 il ərzində pulsuz çalışmısınız. Bəzən müsahiblərin bu tipli nüansları deyəndə sonradan mən belə deyək də müsahibəni izləyən, oxuyan şəxslərin reaksiyasını öyrənirəm ki, bu mümkün deyil, yəni çətindir. İnsanın o qədər həvəsi olmaz. Yəni bu müddətdə birində pulsuz işlə, 2 şirkətdə pulsuz işlə, yəni 3-4 həvəsdən düşmürdünüz? Əslində yox, daha çox həvəslənirdim. Çünki dediyim kimi də bu 2 ilin mənim üçün daha çox təcrübə və əlaqələr yarada biləcəyinə inanırdım ki, elə də olmuşdu onsuz da. Çünki hər çalışdığın iş yerində çox insan tanıyırsan və artıq bir mühitə öyrəşirsən. Əlbəttə ki, birinci kursda oxuya-oxuya məktəbdən çıxmısan və universitetə gedirsən. Universitet tamamilə başqa bir mühitdir, amma iş mühiti tamamilə başqadır və ən azından təcrübə proqramı yığmadan hansısa böyük korporativlərdə işə düzəlməyi gözləmək biraz çətin olar. Çünki birinci mühitə uyğunlaşmalısan və bu adaptasiya prosesini keçməlisən. Adaptasiyanı keçmədiyim halda salam mən gəlmişəm demək biraz doğru çıxmır məncə. Və ona görə də bu insani ilişkilər deyirlər türklər. Bu münasibətləri düzgün öyrənib, düzgün tənzimləyə biləndə daha yaxşı artıq ödənişli əsaslarla olan işə keçmək mümkün olar. Mən heç vaxt əslində bu barədə tələsməmişəm ki, mən gedim, bu dəqiqə mənə
əmək haqqı versinlər və s. Heç vaxt da bunun heç vaxt açmamışam bunun sözünü də düzü. Bəlkə səhv eləmişəm. İndi mən tövsiyə eləmərəm ki, onu etsinlər. Ancaq yenə də mənim üçün bir mənfisi olduğunu düşünmürəm. Yenə də mənə bir əlavə dəyəri olub. Yadımdadır ki, bizim tələbəlik dövrümüz təxminən eyni vaxtda düşüb. O dövrdə məsələn hansısa bir şirkətdən gəl pulsuz işlə, təcrübə qazan, əgər yaxşı özünü təsdiq edərsə, maaşa yazarıq tipli olanda, yadımdadır ki, tələbələrin bir çoxu deyirdilər ki, pulsuz işlədəcəklər, sonra yola salacaqlar. Belə bir yanaşmalar eşidirdiniz? Məndə daha çox mən dəyişirdim. Artıq müəyyən bir müddətdə orada ala biləcəyim bütün təcrübəni aldığımı düşünəndən sonra mən iş yerimi dəyişirdim və daha fərqli təcrübə almağa çalışırdım. Ona görə məndə elə bir ciddi bir sıxıntı olmayıb və mənim artıq ödənişli əsaslarla işə başlayanda marketinq agentliyində 3-cü kursda oxuyurdum. Kifayət qədər də yaxşı bir vaxtdı əslində. Çünki bizim dərslərimiz də çox asan olmurdu və həm dərslərlə, həm işləmək çətin olurdu. Ən azından ödənişsiz əsaslar da olanda hədsiz çox məsuliyyət yüklənilmirdi və sən daha çox öyrənə bilirdin. Daha çox 20-80 prinsipi olurdu. 80% sən daha çox öyrənirsən, daha çox dəyər əldə edirsən, 20% isə şirkətə xeyrin dəyir. Amma ödənişli əsaslarla olanda mənə görə həmişə 50-50 prinsipi olmalıdır. 50% mən daha çox fayda verməliyəm, 50% də mən fayda almalıyam prinsipinə keçid etmişdim artıq 3-cü kursdan. 3-cü kursda ilk maaşınız yadınızdadır? Əlbəttə yadımdadır. One-to-one agentliyində çalışırdım və bizim bir brendin adını bilmirəm, çəkə bilərəm yoxsa yox. Coca-Cola şirkətinin Burn məhsulu var idi, enerji içkiləri idi. Onun universitetlərdə təbliği ilə bağlı bir layihə idi və bir çox universitetlərdən istedadlı gəncləri yığırdıq və konsert proqramları və yaxud da kreativ bir layihələr həyata keçirirdik və mən bunun layihə meneceri idim. Maaşınızın məbləğini nə deyirsiniz? Maaşın məbləğini deyə bilərəm. O vaxt aldığım əmək haqqı 600 AZN idi. Əslində yaxşı idi. Kifayət qədər yaxşı idi. Yəni 2 ildən sonra çox yaxşı idi əslində. 2 il pulsuz işləyən tələbənin xərci də digər şəxslərlə müqayisədə çox olur. Əslində hə. Çünki işə də gedirsən, işə uyğunlaşmaq, əlavə yol xərcləri və s. Ailəniz sizin 2 il pulsuz işləməyinizə necə reaksiya verirdi? Çox sevmirdilər əslində. Ancaq mən izah edirdim ki, bu təcrübə üçündür və onlar da artıq bunu qəbul etməyə başlamışdılar. Çünki onsuz da hara CV verirdiksə təcrübə tələb edirdilər. Bunu ona görə artıq normallaşdırmışdılar hər kəs və bunu da izah etmək çətin olmurdu. İlk işləriniz tələbəliyin o ilk illərində satış yönündə olub. Satış biraz fərqli bacarıqlar, fərqli xüsusiyyətlər deyir. Məsələn, Türkiyəndə olmayan hansı xüsusiyyətləri satışda olan dönəmdə qazandı? Mənim telefonla danışmaqdan acığım gəlir. Heç sevmirəm telefonla danışmağı və zənglə danışmağı. Amma satışda bilirsiniz ki, bu tamamilə əksidir. Bütün gün telefonla danışmaq lazımdır. Bütün gün müştəriləri yığmaq lazımdır. Bu məndə məsələn tamamilə fərqli bir xüsusiyyəti açmışdı. Amma hələ də xoşum gəlmir telefonla danışmağı. İş tələb edirsə, hə, bunu edirəm, amma hamı bilir ki, mən daha çox yazmağı və daha üz-üzə danışmağı üstün tuturam. Bəs ümumiyyətlə utancaqlığınız, o satışla bağlı o xüsusiyyətlər var idi. Çünki ilk dövrdə bəzən o satışda onu keçməlisən. Bunun çox belə mənə fərqli bir layihə var idi o vaxtı. Internews Azərbaycan şirkəti var idi və mən 2008-ci ildə məktəbdə oxuduğum vaxt Internews Azərbaycan şirkətinin seçdiyi uşaqlardan biri idim. Keçid dövrü bir layihəsi var idi. Azərbaycan, Gürcüstan və Ermənistanda da həmin layihə o vaxtı gedirdi və hətta Internews Azərbaycan bilirsiniz, həm Bakı, Tbilisi və Yerevan üzrə o layihələri, süjetləri olurdu və onun da uşaqlar üçün olan, məktəblər üçün olan keçid dövrü layihəsi var idi. 2008-ci ilə qədər mən sizin deyən kimi çox utancaq və ümumiyyətlə ancaq dərslərinə fokuslanan və heç başını kitabdan qaldırmayan bir uşaq idim, amma kommunikasiya qabiliyyətimin açılmağına çox səbəb olan bir layihədə iştirak elədim o keçid dövründə. Biz getdik 2008-ci ildə Gürcüstana, oradan getdik Antalyaya və bizə orada NTV kanalının
aparıcısı və eyni zamanda sənədli film rejissorları bizə dərslər verdilər. O seçilən uşaqlardan 11 nəfər Azərbaycanlı uşaq seçilmişdi, onlardan biri idim və orada biz artıq sərbəst şəkildə kamera qarşısında stand-uplar çəkirdik, süjet hazırlayırdıq, film çəkirdik. Ona görə o mənim üçün biraz dəyişiklik olmuşdu. Həqiqətən mənim üçün bir keçid dövrü olmuşdu və artıq o zamandan mənim kommunikasiya qurmaq və o həmin utancaqlığım biraz azalmışdı sözün düzü. Ondan sonra mənim üçün daha rahat olmuşdu. Əlbəttə ki, insanlarla kontakta girmək və hər hansısa bir məhsul təqdim etmək. Universiteti bitirəndən sonra Modern qrupda artıq marketinq sahəsində işə başlayırsınız. Tam ştatlı yəqin ki iş olur artıq universitetdən sonra. Universitetdən sonra iş tapmaq asan oldumu? Çünki o təcrübələr sizə həqiqətən işinizi çox asanlaşdırdımı? Dediyim kimi 3-cü kursdan artıq işlədiyim üçün və 4-cü kursda da mən diplom işi vaxtımda, diplom işi yazdığım vaxtda mən Azərbaycanda Fanta Gənclik Festivalını ilk dəfə keçirirdim o vaxtı. Ona görə o layihədən sonra artıq mənə bütün layihələr, bütün işlər daha asan gəlirdi. Çünki çox böyük bir festival keçirmişdik ölkədə ilk dəfə agentliklə birlikdə, yəni agentlikdə çalışdığım vaxtda. Ona görə mənim üçün artıq əlbəttə istənilən iş tapmaq çox rahat olmuşdu və mən noyabrın 5-i hətta yadımdadır. 2013-cü ildə artıq Modern qrupda işə daxil olmuşdum. Sadəcə fərqi o idi ki, agentlikdə biz 365 gün az qala işləyirdik və bu 2-3 ilə bərabər olan bir əslində təcrübə idi və artıq korporativə keçəndə daha fərqli idi hər şey. 5 gün və normal iş rejimində çalışa bilirdin. Ən böyük üstünlüyü də bu idi. 2 il işlədikdən sonra marketinq sahəsində, sonra Türkiyədə təhsil almaq qərarı verirsiniz. Deyirsiniz ki, ehtiyac var idi. Nədə hiss edirdiniz ehtiyacı? Mən daha çox təcrübə yığırdım, bəli, amma mənim təhsilim informasiya texnologiyaları üzrə idi və mühəndisəm. Ona görə biraz nəzəriyyə əskikliyi hiss eləyirdim özümdə. Bəli, araşdırırdım, biznes marketinq planları yazırdım, marketinq büdcəni hazırlayırdım, amma bu mənə kifayət eləmir. Mən ümumiyyətlə biraz tamamilə hər şeylə kifayətlənən və hər şeyə aza da razı olan biri deyiləm xasiyyət olaraq. Ona görə mənim üçün artıq nəzəri acılıq hiss eləyirdim özümdə və istəyirdim daha çox öyrənim və Azərbaycandan kənarda istəməyimin də səbəbi bu idi ki, onlar neynirlər? Çünki bilirsiniz, türklərin hər zaman reklamlarını biz çox sevirik. Bizim o vaxtı hər zaman iclas otaqlarında izlədiyimiz o Türk Hava Yollarının bir reklamı var idi. Həmişə oturub onu izləyirdik və bu mənə çox maraqlı gəlirdi ki, onların aldıqları təhsil necədir və necə olur ki, onlar bu cür reklamları həyata keçirə bilirlər və ona görə Türkiyədə təhsil almağa qərar vermişdim. Magistr təhsili idi Bakışehir Universitetində və bu MBA və başqa magistr deyildi. Sırf marketinq üzrə olan bir təhsil idi. Türk Hava Yollarının hansı reklamı idi sizə təsir edən? Ən ucqar nöqtəyə onların uşaqlarla olandı. Bəli, sonradan o hava limanı da bağlanıbdı eşitdiyimə görə. Ora artıq uçuş yoxdur. Həmin uçuşlar ləğv olunub daha doğrusu. Amma reklam özü çox gözəl idi. Bu yəqin deyir çox istəyincə olur o videonu nəzərdə tutursunuz. Onlar pilotlara yol hazırlayırlar. Belə bir reklam idi və elə olurdu ki, gün ərzində 3-4 dəfə baxırdıq o reklama. Çünki həqiqətən gözəl bir reklam idi, emosional idi, insanlara toxunan bir reklam idi və çox bəyəndiyim bir reklam idi. Çox yayılmışdı həqiqətən bu reklam. Bəli, bəli. Biz iclasda olurdu ki, açırdıq, baxırdıq, yəni holdingdə olanda. Yəni onu sırf belə deyək də benchmark olaraq biz ona baxırdıq ki, necə belə bir iş qoya bilərik ortaya. Bəs necə düşünürsüz? Çox istəyincə olur bütün işlər? Əlbəttə olur. Mən təhsilimdən sonra daha çox insanların yadında qalan başqa bir reklam layihəsinə imza atdım. Əlbəttə ki, komanda yoldaşlarımla birgə Bakıya qayıdandan sonra ona görə məncə olur. Türkiyədə necə keçirdiniz dönəmi? Çünki Azərbaycanda tələbəlik dövrünü aktiv keçirmisiniz. İş və tələbə həyatı Türkiyədə də boş dayanmamısınız. Bəs nə edirdiniz? Türkiyədə gedəndə yenə daha öncə çalışdığım reklam agentliyinin Türkiyə ofisində çalışdım. Məndə ümumiyyətlə karyeramda elə olubdu ki, hər zaman elə bil 2 dəfə işlədiyim şirkətə
birində işləmişəm, digərinə keçmişəm, sonra başqa ölkəyə gedəndə yenə onun o biri ofisinə getmişəm. Qayıdandan sonra yenə əvvəlki köhnə işimə qayıtmışam və çox belə maraqlı bir karyera yoludur. Çünki çox loyalam və ilk seçimim hər zaman daha öncə çalışdığım şirkət olur. Və orada gedəndə də əlbəttə Türkiyə ofisində çalışırdım. Çünki mənim dərsim axşam 7-də başlayırdı və mən axşam 7-yə kimi boş qala bilməzdim. Çox aktiv bir şəkildə həyat davam etdirən biriyəm. Ona görə 7-yə kimi də işə başlamışdım ki, Türkiyə bazarı mənə çox maraqlı idi. Öyrənmək istədiklərimi bir də Türkiyə bazarında öyrənmək istəyirdim ona görə. Azərbaycana qayıdandan sonra Azqranata işləyirsiniz. Sonra bir beynəlxalq şirkətdə çalışırsınız. Sonra Peyrifi qurursunuz. Ondan əvvəl Foniba var idi. Orada da iştirakçı olmuşam, bəli. Ondan da danışarıq. Amma baxıram ki, bir yerdə 2 ildən çox qalmırsınız. Sanki tez dəyişirsiniz. Yox, əslində elə bayaq ona görə deyirəm. Əvvəl bir marketinq agentliyində çalışıram. Daha sonra Modern Qrupda çalışıram və Modern Qrupda çalışdığım zaman təhsil almağa gedirəm. Türkiyədə yenə davam edirəm və qayıdandan sonra yenə əslində Modern Qrupun şirkətində çalışıram. Onsuz da biz 2013-də də fəaliyyət göstərəndə Azqranataya daha çox üstünlük verirdi. Mən daima yer dəyişdirdiyim üçün əslində həmin o şirkətlərdə çox qalmamışam, amma ən çox qaldığım əlbəttə Peyrif idi. Yəni bu qalmaq istəyəndə adam qalır. İş qurmaq cəhdiniz olubmu? Çünki Fonibonu dediniz. Ümumiyyətlə Peyrifdən öncəki hər hansı cəhdləriniz olubsa, istəyərdim ondan danışaq. Məndə korporativlərdə daha çox çalışmışam və əsas hədəfim təcrübəni yığmaq idi. Mən həmişə onun tərəfdarıyam ki, mən universitetlərə qonaq olaraq gedəndə də hər zaman tələbələrə bunu deyirəm ki, mütləq korporativ şirkətlərdə çalışın, iş əlaqələrini, insan münasibətlərini izləyin, müşahidə edin, bunlarla tanış olun və daha sonra özünüzü hazır hiss edəndə hansısa bir iş qurmağa başlayın. Çünki iş qurmaq çox asan bir şey kimi görünə bilər bəlkə də, amma heç asan deyil. Çünki hansısa bir işi quranda müəyyən bir əlaqələrin olmalıdır. Əlaqələri nəyə görə deyirəm? Bu daha çox network demək istəyirəm əslində. Çünki bu gün mən şirkəti quranda əgər mən heç kimi tanımadan başqa bir məsələn banka müraciət eləyirəmsə, mən əlbəttə ki bir ilə yaxın gözləyəcəm. Çünki səni heç kim tanımadığı halda səndən niyə əməkdaşlıq etsinlər? Amma bir karyera yolu olanda və ən azından 2-3 nəfərdən biri tanıyanda bu daha rahat olur və networku işə salmış olursan. Ona görə məncə biraz daha çox korporativdə işləyib, daha çox mühitlə, biznes mühiti ilə tanış olub iş qurmaq daha məntiqli idi. Ona görə mən biraz sonrakı yaşlarımda qurmuşam deyərdim. Fonibada dəstək olanlardan biri idim başlanğıcından. Mənim üçün əslində uğursuzluq hekayəmdir. Çünki bizim orada çox problemlərlə qarşılaşırdıq bir startup olaraq. Ən birincisi büdcə idi. Çünki bootstrap olaraq çox davam edə bilən bir layihə deyil Foniba kimi layihələr. İkincisi xarici oyunçuların ölkəyə daxil olması idi. Amma ən çox problem yaşanan hissədə ödəniş idi. Ödənişlərin geri qaytarılması, hissəli geri qaytarılması idi. Mən də əslində Peyrif ideyası mənim üçün oradan yaranmışdı. Çünki niyə də həmin o ödəniş təşkilatını quranlardan biri mən olmayım? Əgər bu qədər problem varsa, mən qarşılaşıram, ətrafdakı insanlar qarşılaşır. Statistika olaraq araşdırmalar göstərir ki, müəyyən bir boşluq var. Ona görə o uğursuzluqdan belə bir uğur əslində yaranmış oldu. Yəni bir təcrübə qazandınız orada. Bəli. Mənim üçün çox böyük təcrübədir. Mən ümumiyyətlə başladığım, işlədiyim hər yer mənə bəlkə də məsələn kənardan görünə bilər ki, heç nə vermədi, vaxt itkisi oldu. Mən heç nəyi vaxt itkisi olaraq görmürəm. Mütləq özümə götürdüyüm bir öyrənmə nöqtəsi var. Yəni öyrəndiyim bir nəsə var orada, mütləq var. Yəni öyrənmədiyim hər hansısa bir təcrübə almadığım, mənə dəyər qatmayan hər hansısa bir yerdə olmamışam heç vaxt. Fərqli sahələrdə çalışmısınız. Bəs fintech şirkəti qurmaq ideyası sizdən gəldi yoxsa? Mən bu layihə üçün ideya mərhələsindən başqa bir investordan da investisiya almışdım. Bu daha çox bir büdcə idi. Daha sonra mən Peyrifin investoru ilə görüşdüm. Hazırki investor ilə görüşdüm. Mənim köhnə CEO-m idi və ondan sonra artıq mən digər həmtəşkiçiləri də tanıdım. Çünki mənim ideyam olanda mən artıq başqa bir istiqamətdə investisiya almışdım. Sadəcə başlamırdı o layihə. Onda siz ideya ilə birləşdirmə olub Bəli, orada. Bəli, birləşdirmə olub orada. Siz öz ideyanızı gətirmisiniz, bəli, bu layihə ilə birləşdirmisiniz. Onlar da öz proqramlarını gətirmişdilər. Bəli, elə bir birləşdirmə olubdu.
Nə qədər investisiya almışdınız, deyə bilərsiniz? Təxminən birinci investordan yəni deyilən rəqəm qəbul olunan rəqəm, amma başlanılmayan rəqəm 800 minə yaxın idi. Amma mən daha sonra 2 qat aşağı olana, yəni daha aşağı büdcə ilə də başlamaq olar, o büdcə ilə başlamışdım. Onda orada 2 ortaq deyildiniz də. Çox idi ortaq? Yox, 2 idi. 2 nəfər idiniz də. Kəmtəz idi bəli. 2 ortaq olanda adətən işləri bölürlər. Bölmüşdünüzmü? Bəli, bizdə məndə daha çox biznes tərəfi idi, digər həmtəsiçimizdə isə texniki tərəfi idi. 5 il ərzində şirkəti müəyyən bir yerə qədər gətirdiniz. Ümumiyyətlə 5 il necə bir dövr idi o yerə gəlmək üçün? Nələr etdiniz? Ümumiyyətlə şirkəti başladıq, qurduq, adını qoydum belə deyək. Bütün o legal prosedurlar, hüquqi tərəflərini həyata keçirdim. Başlandı. Daha sonra artıq MVP bazara daxil oldu və bankların qoşulması prosesi var idi, müştərilərin qoşulması prosesi var idi. Bunların hamısını etdim. Startap şəhadətnaməsi aldım. Mərkəzi Bankın lisenziyası tətbiq olundu bizə keçən il. Onu aldım. Demək olar ki, Texnopark rezident statusu almışam. İnnovasiyalar Agentliyinin Texnopark statusu çox önəmli idi. Bu mənim 1 il yarımımı almışdı. Lisenziyanın özü çox uzun bir proses idi. Fevraldan başlayan bir proses idi. Sözün düzü bu sənədləri toplamaq çox belə yorucu idi. Əslində şirkəti qurmaqdan daha yorucu hissə bu hüquqi sənədləri almaq idi. Bəs niyə uzaqlaşdınız? Şirkət müəyyən bir yerə qədər gəldi. Bu gün bir neçə ölkədə fəaliyyət göstərir. Deyəsən 20-dən artıq ödəniş xidmət 20-dən çoxdur funksional olaraq, bəli, var. Bəs niyə uzaqlaşdınız? Bu biraz belə şəxsi müstəvidə oldu. Hətta mən uzaqlaşanda çox belə maraqlı xəbərlər də çıxmışdı, xəbər başlıqları da çıxmışdı. Mən hətta bunun açıqlama verməyə məcburiyyəti qalmışdım, amma tam açıq da bildirə bilmirsən, çünki bu əslində professional həyata çox da aidiyyatı olan bir hissə deyil. Çünki çox açıq şəkildə mən analıq məzuniyyətinə gedirəm, ona görə icraçı direktor olaraq davam etməyəcəm demək biraz düzgün çıxmır mənə görə, amma artıq məcbur deməli olursan bunu. Və özünüz bilirsiniz, analıq məzuniyyəti uzun çəkən bir prosesdir. O zaman da əlbəttə şirkət icraçı direktoru olmadan qala bilməz və xüsusilə Mərkəzi Bankın requlativ orqanın yəni hesabatlarını verən bir şirkət. Ona görə əlbəttə uzaqlaşma qərarı verməli idim. Çünki fiziki olaraq vəzifəni icra edə bilmirəm. Amma müşavir olaraq davam edirsiniz. Bəli, hal-hazırda müşavir olaraq davam edirəm. Biraz idarəetmədən danışaq. Marketinqdə olmusunuz, biznes cəhdləriniz də olub və s. amma sonrakı bir idarəetmə prosesi var. İdarəetmədə özünüzü necə xarakterizə edərsiniz? Maraqlıdır. Bu sualı heç vaxt qarşılaşmamışam bu arada. Amma mənim buna cavab verməyim də biraz qəribə olar. Məncə bunu komanda yoldaşlarım cavablandırsalar daha yaxşı olar. Amma məncə mən demokratik bir idarə etməyə yönümlüyəm. Çünki bizdə startap idi və startapda ümumiyyətlə bürokratiyadan, hiyerarxiyadan çox söhbət gedə bilməz. Ona görə mən daha çox əməkdaşlara azadlıq və sərbəstlik verilməsinin tərəfdarı idim. Bəli, hərdən bu biraz çox səhv də görünə bilər. Sərt də görünə bilər. Sərt də görünə bilər. Yox, sərt görünə bilər. Demokratiya çox sərt də görünməyə bilər, amma səhv görünə bilər, səhv qəbul edilə bilər. Çünki şirkətin ilk qurulma vaxtlarında əslində daha çox idarəetməni bir əldə toplamaq önəmlidir və bunu çox rahatlıq verəndə biraz bəzi problemlər də meydana gələ bilir. Amma qızıl balansı artıq öyrənmişəm. Bu da mənim üçün bir təcrübədir əslində. Qızıl balans var orada və müəyyən bir işlərin tələbində artıq komanda da bunu anlamalıdır ki, təhvil verilmə müddətləri var, deadline-ları var və buna uyğunlaşmaq lazımdır, adaptasiya olmaq lazımdır. Gəl onda sualı belə qoyaq. Əgər işçi olsaydınız, özünüz kimi bir rəhbəriniz olmağını istəyərdinizmi? Bəli, o barədə heç də təvazökar olmayacağam. Məncə hə, çünki mən biraz əməkdaşlarla çalışırdım ki, onların psixoloji vəziyyətlərini müşahidə eləyim və onlara bacardığım qədər dəstək olum. Ya da mənə daha öncə olunan bir şeylərin başqalarına olunmasını istəmirdim. Ona görə daha çox çalışırdım ki, bunu hiss eləyim. Xüsusilə ilk illərdə, sonrakı illərdə
özüm də qəbul edirəm ki, biraz çox başım qarışırdı sənəd proseslərinə. Ona görə ilk illərdə mən maksimum öz komanda yoldaşlarımla daha fərqli münasibət qurmuşdum. Mən də istəyərdim çox davam etdirim, amma hüquqi prosedurlar və tənzimləmələr biraz buna çox imkan vermirdi ki, daha çox komanda ilə vaxt keçirəsən, sözün düzü. Yəni idarə etmənin biraz da mənfi tərəfləri bu olur ki, bütün yük səndə olur startapda. Ona görə biraz o boşluqlar yarana bilir. Amma mən özüm kimi bir yəni direktorla əlbəttə çalışaram. Yəni mənim üçün daha rahat olar hətta. Bəs məsələn olubmu ki, deyirsiniz ki, zamanla bu idarə etmə bacarıqlarınızı düzəltmisiniz. Məsələn, ilk illərdə idarə etmədə bu səhvləri etmisiniz, amma artıq sonrakı dövrlərdə başa düşmüsünüz ki, bu deyək ki, bu texnika işləmir. Və yaxud da ki, məsələn, bəlkə də xaricdə işləyə bilər, Azərbaycanda işləmir. Yəni elə bir təcrübələriniz var? Çoxdur. Daha çox sizin dediyiniz kimi əslində doğru vurğulayırsınız. Mən biraz daha bilmirəm, aldığım təhsillə bağlıdır, gördüyüm mühitlərlə bağlıdır. Yəqin ki, biraz daha Avropa yönümlü, daha fərqli bir iş mühiti qurmağın həmişə tərəfdarı olmuşam. Ancaq hərdən bu çox da müsbət hallar baş vermir bu belə davrananda. Ona görə bəlkə də elə özümüzünkü sayağı, Azərbaycan sayağı davranmaq lazımdır hərdən ki, həmin o qoyduğunuz hədəfə çata biləsiniz. Yəni Avropa sayağı ilə Azərbaycan sayağını uyğunlaşdırmaq. Bəli, bunun biraz balansını qorumaq ola bilər. Deməli, karyeranızın ilk illərində 365 gün belə işlədiyinizi dediniz. Sözün gəlişi deyirəm yəni, onu, amma daha çox işləmək məsələsi. Yəni belə düşünün də, bir marketinq agentliyində çalışanlar mənə çox yaxşı başa düşəcəklər indi. Marketinq agentliklərinin əsas işi insanların dincəldiyi vaxtda onların qarşısına çıxmaqdır. Bizdə daha çox BCL aktivitetləri olurdu və insanların istirahət etdiyi vaxtlar, misal üçün Novruz bayramında biz Coca-Cola'nın karavanları ilə şəhər boyunca hərəkət edirik və ya yeni il boyunca görmüsüz yəqin o maşınları, karavanları. Bunları ediriksə biz bayram günü artıq çöldə olmalıyıq və insanların dincəldiyi zaman onların göz önündə olmalıyıq. Ona görə bu çox vaxt həftə sonları olur və yaxud da bayram günləri olur. Digər günlər isə hər kəs işlədiyi vaxt isə biz ofisdə işləyirik. Ona görə məcbur artıq, məcbur artıq 365 gün işləmiş sayılırsınız. Yəni ilk dövrlərdə 365 gün işləmiş sayılırsınız. Hətta bir müsahibənizdə demisiniz ki, istirahətsiz və təzyiq altında işləməyi öyrəndim. Bəli, bəli. Biz adətən iş elanlarında bu cümləni görəndə ki, təzyiq altında stresslə işləməyi bacarmalıdır. Bu paylaşımlar sosialda çox müzakirə olunur. Burada nə demək istəyirlər? Ümumiyyətlə bu siz dediyiniz bu dövrdə nəyi nəzərdə tutursunuz? Ümumiyyətlə stress altında, təzyiq altında işləmək nə deməkdir? Bunu öyrənmək ümumiyyətlə niyə lazımdır? Stress daha çox vaxtla bağlı olur, çünki çatdıra bilməyəcəyinizi düşünürsünüz. Mənim məsələn indi fikirləşirəm ki, mən həmin o layihənin öz öhdəmə götürərdimmi? Bu yaşımda götürməzdim. Amma 20-21 yaşın olanda insanın o qədər də çox götür-qoy eləmir. Fanta Gənclik Festivalından danışıram misal üçün. Çatmayacaq məsələlər insana stress verir, təzyiq verir. Çünki biz orada festival üçün əyləncə zonalarına hazırladığımız yerlər var idi. Onları biz Türkiyədən sifarişlə gətirirdik. Burada yox idi. Və onlar misal üçün biz 1 iyunda festivalımız olacaq. Gəlib nə bilim 27 mayda çatır və pis çatsa elə biləcəyimiz heç nə yoxdur. Bunun özü yetərli bir təzyiq və stressdir. Çünki müştəri oradan təzyiq edir ki, nə oldu, gəlib çatdımı bunlar və s. Ona görə çox da vaxtla bağlı və yaxud da istehsalatla bağlı proseslərdə inanılmaz dərəcədə bir stress yaşayırsan və çox da məsuliyyətli insansansa bu stress səni çox da yaxşı təsir eləmir. Onda o stress altında işləməyi bacarmaq deyəndə bizdə çox zaman belə anlaşılır ki, yəni rəhbərin stressi olacaq sənin üzərində və bunu niyə götürməlisən? Yox, rəhbər stressi də olur. Onsuz da bu gəlib çatmasa rəhbər də oradan stress yarada bilir, müştəri də o biri tərəfdən stressi yarada bilir. Elə ödəniş təşkilatının özündə də müştərinin ödənişi oradan keçməsə bizim üçün stressdir o. Hansısa bir texniki məsələyə görə əgər ödəniş keçmirsə,
bank tərəfindən də olursa, yenə bizə stres yaranır. Çünki müştəri ilə günün sonunda üzbəüz gələn bizik. Ona görə bu stres və təzyiq əslində həm texniki səbəblərdən ola bilər, həm istehsal prosesində ola bilər, həm rəhbərdən, həm də müştəridən stres gələ bilər. Yəni önəmli olan hissə odur ki, bu stresi düzgün idarə etməyi bacarmaq lazımdır və təzyiqi biraz daha azaltmaq lazımdır. Bunun üçün hansısa bir sifarişi verəndə, misal üçün mən indi festivalı nəzərdə tutub deyirəm, o sifarişi verəndə daha əvvəldən başlamaq olar əslində. Burada da problem çıxır, onda müştəri büdcəni vaxtında deməli təsdiqləməyibdi deyə biz son 3 ay qalmış başlayırıq. Yəni bir çox belə iş prosesində səbəblər çıxır, amma təzyiqi azaltmaq ən azından artıq olubdur. Məsələn, 3 gün qalmış gəldi. Bəli, 3 gün qalmış gəlib artıq. Edə biləcəyimiz bir şey varmı? Yoxdur. Ona görə artıq təcrübəli olanda daha rahat olursan ki, yəni edə biləcəyin bir şey yoxdur, budur. Türkan xanım, gələcəyini fikirləşən insan niyə 6-da işdən çıxmamalıdır? Mən əslində bunun tərəfdarı deyiləm ki, əməkdaşlar 10-a kimi işdə qalsınlar ya da 11-ə kimi qalsınlar. Hətta mən həmişə də komanda yoldaşlarıma da deyirəm ki, yəni işi vaxtında görüb eləsə, yəni düzgün bir vaxt idarə etməsi olsa, əslində heç insanlar 6-ya qədər işdə qalmaqlarına da ehtiyac yoxdur. Mən 9-6-da hamı ofisdə olmalıdır prinsipini sevmirəm. Ehtiyac olurmu? Bəli, olur. Çünki sui-istifadə halları baş verir və sui-istifadə halları baş verəndə artıq mən də çox üzülürəm buna, amma həqiqətən də məsuliyyətli insanlar vaxtlarını düzgün idarə edirlər. Mən hər zaman bildirirəm ki, mənim üçün nəticə çox önəmlidir. Nəticə mənə vaxtında tələb etdiyim vaxta gəlib çatırsa və yaxşı bir şəkildə çatırsa, mənə 9-6 orada əməkdaşların olmağının heç bir ehtiyacı yoxdur. Mənə heç bir təsiri də yoxdur onların. Daha yaxşı olar ki, düzgün vaxtda bitirsinlər. Məsələn, saat 5-də bitirməli oldu, 4-də bitirsinlər, saat elə 4-dən çıxıb getsinlər. Yəni mənim üçün nəticə hər zaman daha önəmlidir. Mən o cümləni sizin bir müsahibənizdən götürmüşəm. Hansı müsahibə? Mən çox maraqlı gəldi. Keçmiş müsahibələrinizdən birindən. Nə demişdim? Maraqlı gəldi. Gələcəyini fikirləşən insan 9-6 tamam olanda işdən çıxmamalıdır. Yəni 5-də də çıxa bilər. Bəlkə də elə bunu demişəm. Yəni 7-də də çıxa bilər, 8-də də çıxa bilər. Mən ümumiyyətlə tıxaca düşməmək üçün saat 8-in yarısından 8-dən ofisdə olub, tıxaca düşməmək üçün 5-də də çıxdığım olubdu. Nə bilim, axşam saat 8-9-da da onda da çıxdığım olubdu. Amma işimi düzgün şəkildə təhvil vermişəmsə və yaxud da məndən gözlənilən hər şeyi mən vaxtında vermişəmsə və sui-istifadə etmirəmsə, mənim ofisdə çox qalmağımın bir yəni səbəbi yoxdursa, niyə görə ofisdə boş-boş oturmalıyam? Yəni mən bunun tərəfdarıyam. Korporativdə olanda yəni bizdə problem odur ki, əslində mənə görə, sahibkarların çoxuna görə olan problem budur. Qeyri-iş günlərinin sayı hədsiz çoxdur. Və qeyri-iş günlərinin sayı hədsiz çox olduğuna görə artıq məcbur daha çox iş günləri işləmək məcburiyyəti yaranır. Çünki çatdırılmalı olan məsələlər, məsələn, mart ayında heç bir işi düzgün çatdırmaq mümkün olmur. Hətta apreldə birləşir ora. Ona görə mən işləri çatdırılmağın və həmin vaxtında, düzgün vaxtında təhvil verilməsinin tərəfdarıyam. Amma dediyim kimi 6-da çıxmasınlar, bəli, 5-də çıxsınlar və yaxud da 9-da, axşam 9-da da çıxa bilərlər. Bu həmin əməkdaşın özü ilə bağlı olan məsələdir. Əgər iş ərzində YouTube-da oturub videolara baxıb axşam işləmək istəyirsə, bu onun öz tərcihidir, öz seçimidir. Yəni mən ona artıq qarışa bilmərəm. Amma mənə xoş olardı ki, o iş vaxtında təhvil verilsin. Yəni əsas olan odur ki, o effektiv işləyəsən, nəticə əldə olunsun. Bu zaman rəhbərlik də baxmır ki, məsələn 20 dəqiqə tez çıxdı, 20 dəqiqə gec çıxdı. Artıq yəni qlobala baxdığımızda bu kimi məhfumlar aradan çıxır. 4 iş günündən danışılır və s. Əgər 4 iş günündə çatdırılmaq olursa, əlbəttə niyə də yox. Startaplarda bu biraz daha fərqlidir. Startaplarda bilirsiniz, işdən kənar evdən də işləyirlər əməkdaşlar. Bizdə daha çox idi hətta bu. Ona görə bizim elə çox sıxıntımız olmurdu ki, axşam işdə qalın. Mən heç vaxt da tələb eləməmişəm ki, axşam kimsə işdə qalsın. Yəni əgər çox təcili bir məsələ yoxdursa əlbəttə. Amma özünüz işlədiyiniz dövrlərdə hansı saatlara qədər işləmisiniz? Korporativdə və təbii ki, özü qurduğum şirkətdə həmişə daha çox qalmalı olmuşam. Çünki startapda bütün departamentlər mənəm. Bizim ayrı-ayrı hər departamentə qoyulacaq direktorlarımız olma halı mümkün olmur. Startapdan gedir söhbət. Ona görə
və yaxud da korporativə gedəcəmsə, korporativdə mən gecə 1-də çəkilişdə oluram. Vitaminin biz gecə 1-də hansısa bir reklamı üçün çəkilişində olmalıyıq. Çünki orada baxmalıyam, layihənin çəkilişi necə gedir. Ona görə bu marketinqdə çox dəyişir bu proseslər. Yəni marketinq sahəsində, biznesdə reklam və s. tərəflərinin çəkilişlərində iştirak edəcəksənsə, yəni nə zaman olsa uyğun olmalısan və iştirak etməlisən. Startapda da işdə olmadım, amma mən 24 saat əgər fəaliyyət göstərirəmsə, gecə 3-də də mənə yazanda əgər mən cavab verə bilirəmsə, demək ki, mənim fiziki olaraq ofisdə və yaxud da hardasa olmağımın çox da önəmi yoxdur. Proses əsas odur ki, mən iş başındayam. Yəni bilmirəm, bəlkə də bir 3-4 ay əvvəl verdiyim bir müsahibədir o, amma son dövrlərdə tamamilə bütün prosedurlar, sistem, iş rejimləri dəyişir qlobalda və biz də buna uyğunlaşmalıyıq. Mən yəni köhnə fikirli deyiləm, daima yeniyə açığam. Ona görə işlərin nəticələri daha çox vacibdir. Yenə də deyirəm onu. Dediniz ki, yəni bütün layihələrinizdən nəsə öyrənmisiniz, bu sizə nələrsə qazandırıb. Bəs ümumi hansı layihədən bəlkə ola bilər deyə bilərsiniz ki, ən çox sizə təcrübə qazandıran, bəlkə unutmayacağınız bir təcrübə qazandıran layihələriniz hansı olub? Yox, əsas elə şirkət qurmaqdır. Yəni layihə olaraq baxmayacağam. Şirkəti qurmaq çox böyük təcrübədir. Daha əvvəlki illərdə heç vaxt şirkət qurmamışam tək başına və mənim üçün o gedib vöyəni almağın özü belə və yaxud da hansısa şirkətin adını sıfırdan qoymaq, əlbəttə onu inkişaf etdirmək, onu tanıtmaq böyük bir təcrübədir. Bəli, əvvəlki təcrübələrimi də ora əlavə eləmişəm, amma bir çox hallarla qarşılaşmışam. Həm əmək partnyorlarımızdan öyrəndiyim şeylər var, həm komanda yoldaşlarımdan öyrəndiyim çox şey var. Ona görə qlobal təcrübə var, ən azından araşdırmalarını etmişik. Ona görə mənim üçün şirkət qurmaq əlbəttə böyük təcrübədir. Ondan sonra yenə şirkət qurmaq mənim üçün daha asan olacaq əlbəttə. Hazırda təhsil də alırsınız, idarə etməklə bağlı. İstəyərdim ondan da danışaq. Burada nələr öyrənirsiniz? İşə tətbiq edəcəyiniz nələri öyrəndiniz? Çünki deyəsən az qalıb bitirməyinizə. Bəli, mən hazırda Warwick Business School-da Executive MBA edirəm və bizdə 8 əsas və 4 də seçməli dərs olurdu. Bunun 13 dərsi artıq bitirmişəm və dissertasiya yazma istiqamətindəyəm və son bir dərsim qalıbdı, fevralda da bitirəcəyim. Yəqin ki, önümüzdəki il artıq yayda mən məzun olacağam. Dissertasiyam çox maraqlı bir mövzusu var. Startaplarla, startap founderu olduğum üçün Azərbaycanda bir il buna əvvəl də əslində qeyd eləmişdim LinkedIn-də. Azərbaycanda niyə unicorn startapları, yəni dəyəri 1 milyarddan artıq olan startaplar olmur, amma qonşu ölkələrimizdə olur. Qazaxstanda və Özbəkistanda üzüm layihəsi var, Qazaxstanda Kaspikeza var. Bu kimi startaplar artıq unicorn olublar. Azərbaycanda niyə olmur? Bunu araşdırıram və bir çox intervyularım olacaq bununla bağlı mənim də. Dissertasiyanın əslində araşdırma hissəsi mənə çox maraqlı gəlir hazırda. Çünki həqiqətən də bu suala cavab tapa bilsəm, bəlkə yeni yaradacağım ideyada, yeni yaradacağım startapda bəlkə unicorn edə bilərəm. Çox maraqlı gedir əslində. Öyrəndiyim çox şey var əslində. Niyə? Çünki bu 8 əsas dərs, elə bil 8 ayrı-ayrı departamentin dərsini öyrənirik. Startapda isə dediyim kimi bütün departamentlər mən olduğuma görə bunları öyrənmək mənim üçün çox önəmlidir. Bəli, qısa müddətdə olur. Biz 6 həftədən bir gedib 4 günlük dərs alırıq, amma çox material əldə edirik və daha sonra onun üçün bir assignmentlar yazırıq bir ay müddətində və öyrəndiyim həm HR idarə etməsi var, həm maliyyə var, həm marketinq onsuz da bilirdim, o da var, strategiya dərsi var bizdə, sahibkarlıqla bağlı dərslər var və bir çox bu dərslər mənə əslində idarə etmə istiqamətində daha çox nəzəri və həm də praktikaya da tökə biləcəyim bir biliklər öyrədir. Dediniz ki, yeni yaradacağım layihədə analıq məzuniyyətindən sonra artıq aktivsiniz, tədbirlərdə və s. görürük. Yeni nələr gözlənilir? Nələrsə varmı artıq ideyalar? Əslində mən qeyd etdiyiniz kimi yavaş-yavaş başlayıram geri dönməyə. Çünki mənim hansısa bir layihəm olmayanda və yaxud da yeni bir ideyam olmayanda çox danışmağı sevmirəm. Mən daha çox hansısa bir iş həyata keçirəndən sonra, iş ortaya qoyandan sonra onun haqqında danışıb, onun haqqında məlumat vermənin tərəfdarıyam. Ona görə
proses baş verməyəndə daha çox sakit qalmağı seçirəm. Yeni 2 ideyam var. Bunun üzərində işləyirəm, amma həm də dissertasiya yazıram eyni anda. Ona görə biraz üst-üstə çox düşməməyə çalışıram, amma önümüzdəki ildən əlbəttə istəyirəm artıq yavaş-yavaş başlayım. Çox fərqli sahələrdir, 2 fərqli sahədir. Biri bəlkə yenə fintech ola bilər. Onu biraz ikinci plana almışam. Biraz fintechdəki bu hüquqi tərəflərdən, qanunvericilikdən yorulmuşam sözün düzü. Amma biraz daha fərqli bir fintechə daxil ola bilərəm yenidən və digəri isə tamamilə fərqli sahədir. Məndən yəqin ki, heç kim belə bir sahəyə də daxil olmağımı gözləməz. Ona görə yəqin ki, yeni ildən başlayaraq onun da hazırlamasına məşğul olacağam. Çünki biznes plan tərəfləri, adları və s. hər şey hazırdır və mən sizlə müzakirə eləyirdik. Həmişə karyeramda ən çox çətinlik, marketoloq olaraq ən çox çətinlik çəkdiyim isə brendin adını düzgün insanların deməyi idi. Mənim üçün ad hissəsini yazırdım ki, sual ver. Bəli, insanların həmişə brendi düzgün deməyi mənim üçün çox önəmli idi. Ona görə bu dəfə adları tamamilə düz yazıldığı kimi oxunan adları qoymuşam və çalışmışam ki, yenə qeyri-adi adlar olsun ki, daha çox internetdə tapa biləcəyimiz adlar olmasın. Ona görə onu əvvəldən hər şeydən öncə adı, brendingi, loqonu həyata keçirirəm, yəni hazırladıram və artıq daha rahat şəkildə başlaya bilirəm. Çünki bunlar mənim üçün dediyim kimi də inanda bir 8-9 departament olanda hər şeyi artıq özün tək eləyə bilirsən. Bunun məsələn mənim üçün çox rahat təcrübə var. Çünki 4-5 ilə öyrəndiyim bir şeyi mən artıq 3 həftəyə, 4 həftəyə daha rahat icra edə bilirəm. Ad məsələsində sizin yanaşmanızdan biraz fərqlilik gördüm ki, yəni insanların yadında qalacaq və yaxud da ki, internet tapa biləcək və s. kimi bu cür yanaşırsınız ki, yəni insanlar fərqli səsləndirməsinlər onu. Bəs ümumiyyətlə adın necə olmağının önəmi varmı? Çünki bir dəfə deyəsən belə bir şey oxumuşdum. Deyir ki, Azərbaycanlılar biznesə çox yaxşı iddialı adlar verə bilirlər, amma arxa fonunda o qədər də uğurlu olmur. Sadəcə ad yaxşıdır. Ümumiyyətlə ad nə dərəcədə biznesdə önəm daşıyır? Yəqin ki, Apple-ı bilirik, hamımız, hər kəs bilir, ya da BlackBerry-ni bilirdik biz hamımız. Sadəcə meyvə adlarıdır. Önəmli olan arxasındakı texnologiyadır, dizayndır. Ona görə əvvəl marketinq vaxtlarından ən çox düşündüyüm odur ki, bəli, ad önəmlidir, ad maraqlı olmalıdır. İndi ad mənim üçün ancaq qısa və yadda qalan olmalıdır. Və ən əsası isə, yəni marketinqin verdiyi dəyərdir bu. Search Engine Optimization üçün çox önəmlidir. Yəni axtarış verəndə bu adda çox kontent qarşımıza çıxmamalıdır. Mənə görə mən bu meyarlara əsasən adları qoyuram. Məsələn, PRF-i bu dəqiqə axtarsanız Azərbaycandakı PRF-dən başqa heç bir kontent görməyəcəksiniz. Eləcə də digər indi mənim yaratdığım brendlərində onlardan başqa heç bir kontenti görməyəcəksiniz. Bu da nə üçün yaxşıdır? Daha çox pul xərcləməyin qarşısını alır marketinq baxımından. Yəni əgər unik, qeyri-adi bir ad qoyursunuzsa, bu zaman bütün axtarış motorlarında tapılan ad sizin qoyduğunuz o qeyri-adi ad olur və sizin kontentiniz olur və siz ekstra hər dəfə bu xəbəri çıxardım, onu eləyim, bunu eləyim kimi bir dərdiniz olmur. Yəni daha rahat axtarışda tapılır. Növbəti layihələrdə tək olacaqsınız, yoxsa ortaqlarınız var? Hələ ki təkəm. Ancaq istəyirəm ki, biraz MVP-ni hazırlayım, bazara daxil olum, daha sonra investisiyaya bəlkə müraciət edeyim. Amma hal-hazırda bootstrap gedəcəm. Biraz daha çox ideyamı genişlətməyi sevirəm. Ona görə ideyam üzərində işləyirəm. Son olaraq əvvəldə qeyd etdiyim hissəyə gəlmək istəyirəm. Pulsuz işlədiniz, belə deyək, çox işlədiniz, təzyiq altında işlədiniz, stresslə işləməyi öyrəndiniz və bu gün müəyyən bir yerə gəlmisiniz. Sizcə, yəni olduğunuz yer bu gün sizi qane edirmi? Çünki həm də dediniz ki, mən hər şeyə qane olan biri deyiləm. Əslində deyiləm, hələ də qane deyiləm. Çünki analıq məzuniyyətində olanda biraz boş qalma şansım oldu. Əlbəttə dissertasiyanı əgər saymasaq. Bu mənim üçün biraz sıxıcı oldu və mən artıq 2-3 ay sonra dedim ki, yox, mən işləməyə başlamalıyam və nəsə yaratmalıyam. Çünki yaradıcıyam və sakit qala bilmirəm, boş qala bilmirəm. Əlbəttə qane etmir. Amma dediyim kimi o karyeranın əvvəlində etdiyim fədakarlıqların əlbəttə sonrasında mənə çox faydaları və dəyərləri oldu. Bunu da dana bilmərəm.
Və düşünürəm ki, biraz daha istədiyimi əldə etmək üçün, istədiyim yerə gəlmək üçün mənim biraz daha çalışmağım lazımdır. Diqqət etsəniz, mən artıq 3-cü təhsilimi alıram və onu bitirmək üzrəyəm. Bu da mənim daima o nəzəri biliyə də ac olmağımdan irəli gəlir. Çünki təcrübə bir yerə qədərdir, amma nəzəri də bunu dəstəkləmək lazımdır. Və çalışıram ki, oxuduğum istiqamətləri də öz bizneslərimə uyğunlaşdıra bilim. Əslində mən həmişə fikirləşirdim ki, mən bakalavrda mühəndislik oxumuşam, informasiya texnologiyaları oxumuşam, magistrda marketinq oxumuşam. İndi hamısını birləşdirən bir executive MBA eləyirəm. İşimə bəs bunu necə əlavə edirəm? İşim də əslində texnologiya əlavə olunmuş bir biznesdir və startaplar da əslində innovasiya və texnologiya əlavə olunmuş bizneslərdir. Ona görə tamamilə artıq baxıram ki, həm təhsildə, həm karyera keçmişində başa düşürəm ki, bunların hər birini məqsədli şəkildə, əslində doğru şəkildə etmişəm və istədiyim nöqtəni də tamamlaya bilirəm. Amma əlbəttə ki, dayanmaq yoxdur. Yəni davam eləmək lazımdır və həmişə də daha çox başqa nə edə bilərəm, başqa nə fayda verə bilərəm və hansı problemi həll edə bilərəm nöqtəsindən baxıram. Ümumiyyətlə startaplar niyə görə mənə daha yaxındır? Çünki bir problem görürsən və o problemə həll tapırsan və mən də xarakter olaraq problem həll eləyənəm. Problem solver deyirlər, problem həll edən bir insanam. Problemə daha çox fokuslanan bir insan heç vaxt olmamışam və bu mənim üçün çox biraz fərqli bir gəlir. Kimsə oturub dayanmadan problemi beynində böyüdəndə mənə çox təəccüblü gəlir ki, bu insanlar niyə problemə bu qədər fokuslanırlar? Əslində onun həll yolunu düşünmək daha rahat olar. Ona görə gördüyüm boşluqları, gördüyüm problemlərə nə qədər çox həll tapacağamsa, nə qədər çox yaşadığım ölkəmə, vətənimə daha çox fayda verə biləcəmsə, mən buna baxıram və onu etməyə çalışacağam. Daha çox həll tapmağa çalışacağam və insanların belə deyək də rifahını necə daha yaxşılaşdırmaq olar, daha çox nə qədər iş yeri yaratmaq olar, buna daha çox fokuslanıram. Çox sağ olun Türkan xanım. Xoş oldu bizə sizlə həm söhbət olmaq. Ümid edirik ki, növbəti ilk unicornumuz sizin layihəniz ola bilər. Növbəti ildə də sizin layihənizə başlamağınızla bağlı xəbərləri gözləyirik. Çox sağ olun, təşəkkür edirəm. Çox gözəl arzudur. Mən də düşünürəm ki, bunu edə bilərəm. Bir araşdırmanın sonuna gəlim, o dissertasiyanı yazım, səbəbləri tapım, müəyyən aspektləri dinləyərək, ondan sonra bəlkə də elə həmin o həll yolunu tapa bilərəm ki, necə bir unicorn yaratmaq olar. Qısa müddətdə unicorn olsaq, növbəti müsahibəmiz yəqin unicornla bağlı olar. Çox ümid edirəm. Təşəkkür edirəm. Təşəkkürlər, çox sağ olun bir daha. Siz sağ olun.